Bak bu da 51'lik qatı. Beş qaşlar necə maraqlansınız? Bax, beş qaşlarımız da bax belədir. Baxın. Bu qəşəng görünüşlü deyil elə bu. İri deyil. Bunun qiyməti neçədir? Bax, cürə var, qadınlar var biraz. Hə, ona baxaq, o qəşəng idi. Ona bir dənə. Qiyməti çox olur. Şu an qiyməti çox. Düz olanları yaxşıdır amma. Belə dik. Hə. Tax baxaq. Siz kimə görə istəyirsiniz? Kimizə görə? Bu da 51'lik olan. Bunun karkazı da qəşəng. Baxın. Aşağı. Ha. Hə, bu 51'dir. Bu amma 40. O 43'lü indi deyəsən. 43'lükdür. Qiymətləri neçədir? 43'lük. 43'lüyün qiyməti. Aha. Siz də vaxtda istəyirsiniz inşallah. Biz seçim eləmək istəyirik. Bunu tax baxaq. Belə hə. Qəşəng. Hansı dikdir bu? Bu görünüşlüdür. Bu qaşları bu qəşəngdir. Parıldayır. Bu yox amma bu xırdadır. 150'ye gələn qadınlar. Bu neçəli idi? 43'lük. 51 deyin zəhmət. 51'lik ondan yuxarı gəlir. Yəni təxminən nə qədər? Gel görün bura. Bu 2250. Aha. Bu çox qalır. Gəldi ona hesablayayım. Bunu? Hə. Baxın. Bu o birisi də elə. Hansı qəşəng? O məncə. Hə. Hə, bu da 3200. Çünki bizə nəfər qaş böyüyür, çəki artır, təbii ki. Yəni Sarı qızılda da baxaq. Elə biraz iri qaş olsun. bax günə düşür 37'lik qaşdır. Yox, xırdadır. Xırda görünür. 32'lik bax hündür göstərir. Çox da qəşəngdir. 43-lüyün yoxdur. Bir də buna bax. Küçük O iri deyil də, dəndən deyil. Netləş, hə. Yox, belə bir şey yox. Ala bax 32'lik. Bunların qiyməti də aşağı olar da yəqin ki. Hə, ondan aşağı. Hə, yox. Sən. Bax 43'lük var, bax da buna. Bax sarıda götür. Sarıdır. Bax nə gözəl. Yox. Baxın. Tut görüm. Siz təxmini neçəni istəyirsiniz ki? Yəni bugün qiyməti hə, kimdə? Belə baş. Bu 70'dir. Bu 50'de bu 70. 50. 55. Qəşəng deyil amma. Üstə var da. Hə, 55'dir. Yox, bu görünüşü qəşəng deyil. Buna baxın. Teşekkür ederim. Bu 71'dir. Bu da 52 de var, 50 de var. Mesela neslidir? Gəl tax baxaq. 50 hansı? Bax. 56'dır bu. Tax baxaq görək. Mesela 56 da çıxaz elə qızılla da var, belə qızılla da var. Onun fərqini aç. Baxın, bunu da tut. Baxın, ona baxın bir dənə əlində. Görəm. Qaldır. Bunu 8000 dediniz? 4500. 4500, hə. 8000 nə idi? Buna da bax. Aşağı elə, belə aşağı, hə. Qaş qəşəkdir.
Baş qəşəngdir. Bu neçəlikdir? O da 65'likdir. Bunun qiyməti artıq gələcək 3800. Ben de bekliyorum. Taxmaq istəyirsən bunu da tax baxaq. Neçə durur? Hı? Neçə durur? Bu neçədir? 3000'e gələcək. Qaşları falan amma qəşəngdir. Sizə mən elə dedim adresləri. Buna da bax. Dediyindir də gül kimidir. Ha. Bu da qəşəngdir. Görürüm. O daha incədir. Dəstəsin elə belə bir şey. Hə. Ver tut. Çox iri qaldı. Bunlar neçəyə olur? Göver baxsan. 3500 əslində normaldır, amma çox qalındır. Yəni yaraşır, əlində elə də pis qalmadı. Tax baxaq. Taxması da iridir. Tax baxaq da istəyirsən. Baxın, aşağıdan elə, aşağıdan, aşağıdan. Yox. O birisi görün. Daşla olan budur. Yox, belə yox. Var da, o da 12.000'dir. Ha. Bu, hə. Tək daşımlı olan o da 12.000. Bu qaşlar xırdadır da, beləsini istəmirik. Qaşlar xırdadır, elə Bunu xırda tek ilə. daşla da taxa bilər də bacı. Hə. Əgər istəyirsən ki, şey imkanlı bir şey, bunu tek daşla taxmağın daha məsələsi. Bu qaş bayaqki üzükdür, bu 34'dür. Normal qadına burada ucunda sağdadır. Bəs belə tək neçə olur? Tek 1000 manatdır bu. Bu halqa olanda. Bəli. Üçün bu nazik var, o 700-600 manata gəlir. Amma bu iki iri brilyantlarla taxılır, ona işlənilir. Ona görə də o qiymətə gəlir. Qəşəng. Eləcə daha yaxşıdır məncə. Tək daha yaxşı olar. Alyansla o üçlü qəşəng. Bu üzük neçədir? Üzün qiyməti özü hardasa 1000 manat ətrafı gələcək, aşağı yerinə baxar. 2000'e yuxarı dedi də. Qəşəngdir. Axırıncı model təzə gəlir. Siz görün. Tax baxaq. Neçədir? Qiyməti satılır. Baxım əlimə. Sədə seçkində yoxdur sizdə hələ. Axırıncı model. Həm tək qaşı var, həm böyründə qaşı. Fərqli bir şeydir. Ver desin neçədir? Belə bax bu da təzəcilərimizdendir. Siz baxın biz qiyməti satılır. Ha yox, bunlardan var. Şuram 400'lü, 750'de 60'lık daşdır. Aha. 62'lik, qiymətdə 3500. 5 gram 400'de 750 profda qızıl. 5 gram 400. Nə bilim, dikdir, kvadratdır. Kvadrat kuşdan. Anlaşa belə. Ha. Qaldır. Özün bil. Baxın.
Bu neçədir? Qaşları qəşəng. 1700 manat.